uşaq ədəbiyyatı haqqında danışacağıq. Bilmirəm hansı kitabı deyirsən. Deyirəm də Stevensonu. Söymə. Çağımızda sürətinə heç cür çata bilmədiyimiz elektrotexniki yeniliklərin içində deyəsən kağız kitabdan danışmaq get-gedə çətinləşir. Amma fikrimcə nə olur olsun, yaddan çıxmamalı vacib məsələlərdən biri, bəlkə də birincisi, balaca uşaqların gələcəyinə təsir edəcək kitabların, uşaq ədəbiyyatının vəziyyətidir. Nə oxuyur indiki uşaqlar? Uşaqlar üçün çap olunan kitablar nə haldadır? Neçə valideyn var ki, övladına kitab alır, səbirlə oturub nağıl oxuyur? Hansısa bir essenin içində məşhur mütəfəkkir Cübran Xəlilin belə bir fikrini oxumuşdum. Valideynlər kaman, övladları isə gələcəyə atılmış oxlardır. Bu fikirdəki kaman ox obrazını davam etdirsək, sualı belə formalaşdıra bilərik. Valideynlər oxlarını hansı cür gələcəyə tuşlayıblar? Uşaq kitablarında uşağın yaş mərhələsi, kitabın dili, ifadə olunan mətləbin aydınlığı mütləq nəzərə alınmalıdır. Böyük mənada insan sevgisi, yardımsevərlik kimi keyfiyyətlər təbliğ olunmalıdır. Bunlar əslində bilinən, amma hərdən təkrar edilməsi lazım mətləblərdir. Məsələnin başqa tərəfləri də var. Yaxın aylarda uşaq ədəbiyyatı ilə bağlı oxuduğum bir neçə kitabda çağdaş nəzəriyyəçilər vacib bir məqama diqqət çəkirlər. Uşaq kitablarında təqdim olunan insan tipləri yaxşıya pisə bölünüb təqdim edilir. Onlar bunu yanlış hesab edirlər. Düşünürlər ki, uşaq yaşından insanları kobud qəliblərlə yaxşıya pisə bölməyə vərdiş etmiş adamlar gələcəkdə uğursuz olurlar. Uşaq kitablarında bir insanı təqdim edərkən yaxşı insan, pis insan yerinə səhv etmiş insan, səhvini anlamış insan kimi təqdim etmək daha düzgün hesab olunur. Uşaq kitablarında heç bir dini, irqi, cinsi ayrı seçkilik yaradan motiv olmamalıdır. Cəsarət qiymətləndirilməli, amma aşırı dərəcədə igidlik təbliğ olunmamalıdır. Xüsusilə aşağı yaş qrupunda olan uşaqlar üçün tərtib olunan kitablarda fatalizm ünsürü olmamalıdır. Çünki o yaşdan hər şeyi qəza və qədər kimi başa düşən uşaq gələcəkdə çox pasiv olacaq. Uşaq kitablarının dizaynı xüsusən önəmlidir. Kitab yüngül, sadə, rəsmlərlə dolu, rəngli, tez cırılmayan olmalıdır. Tez cırılan kitab uşağın psixologiyasında kitabın lazımsız, vacib olmayan bir əşya olması fikrini yarada bilər. Kitabın ölçüsü ələ gələn, şriftləri aydın, uşaq gözünün qavraya biləcəyi kimi olmalıdır. Özün rəngli kitabları düşünüldüyünün əksinə xeyirli yox, zərərli hesab olunur. Çünki bu cür kitablar uşağı yalnız şablonu rəngləməyə, mexanikiləşməyə öyrədir. Həmişə universitet kitabxanalarında, şəhərdəki kitab evlərində gəzişəndə içimdə eyni duyğu baş qaldırır. Eyni həyəcanlı, əvəzsiz, təkrarsız, təlatümlü hissin qucağına düşürəm. Kitabların sonsuz, rəngli, bənzərsiz dünyası ilə qarşı-qarşıya qalanda hər dəfə başa düşürəm ki, hər şeyi oxumaq qeyri-mümkündür. Bu, bəlkə də dirilik suyunu axtaran, ölümsüzlük iksirinin dalınca düşən adamların arzusu ilə eynidir. Ona görə də istər uşaq olsun, istər yetkin insan, dünyada deyəsən ən gözəl görüntü kitab oxuyan insan görüntüsüdür.